Düzbucaqlı verib ABC'de düzbucaqlısıdır. Perimetri neçə idi? 28? 28. Onda bu tarafla bu tarafın, yani en uzun cəmi 14 eləməlidir. Ben bura x yazsam, bura 14 çıxılsın x yazmalıyım. İlk etapta deyir ki, bu AB tarafının etrafında fırlanır. Onda bu AB'nin etrafında fırlansa bura bu formada cələsi deyil, bu bura gələcək. Və fırlandığını təsəvvür edin. Fırlandıqca nə olacaq? Burada bir əslində çevrə əmələ gələcək. Burada da bir əslində çevrə əmələ gələcək. Nə əmələ gəldi əslində? Silindir. Silindirin də həcm nədir? P kvadrat vurulsun h-dır. Yəni burada yerinə qoysam, həcm v idi. V bərabərdir. P vurulsun, yəni kvadratı vurulsun. Doğrudan yerdə hündürlük vurulsun h. Yerinə qoysam pi vur x'in kvadratı vurulsun 14/2. Bu oldu bizim həcmimiz. İndi gəlirəm ikinci versiyaya. Bu birinci versiyadır. AB tərəfinin ətrafında fırlansın deyildi. İndi ikinci versiyamızı yazaq. İkincide də BS'ni biraz bu tərəfə verəcəm. Bura B olsun, bura C olsun, A olsun, D olsun. AB tərəfinin ətrafında fırlandan sonra BS'nin ətrafında fırlanır. Bu dəfə də BS'nin ətrafında fırlansa bu bura çapasıdır. Şimdi BS'nin ətrafında fırlananda nə olur? Bu format olacaq. Artıq fikir verirsiniz, AB'yə nə demişəm? 14/x. Onda hündürlüyüm nədir? Bu səfər hündürlüyümdür x, yəni BS'yə, buraya x-dirsə, burada x daxil, BS'yə x demiş. Bu silindirin həcmi nədir? Yenə pi kvadrat vurulsun h, yəni pi vurulsun 14/x'in kvadratı vurulsun h, yəni x. Bununla bunun cəmi neçə ellik deyir orada? Perimetri 28'dir. Həcmi də ümumi 672 pi. Yəni pi vurulsun x'in kvadratı vurulsun 14/x. Üstəgələk bu, pi vurulsun 14/x'in kvadratı vurulsun x-ə bərabərmiş 672 pi'yə. Hər tərəfi pi'yə bölsəm, hər tərəfi pi'yə böləndə x'in kvadratı vurulsun 14/x. Üstəgələk 14/x'in kvadratı vurulsun x. Bərabər olan 672'yə. Burada oxşar nə var? X 14/x oxşardır. X vurulsun 14/x'i, yəni ortaq vuruq daha doğrusu. 80 kənara vurulsun. X plus bu qalacaq. 14/x qalacaq. Bərabər də 672. Düzdürmü? X ilə x bir-birinin yerinə qalır. 14. 672'ni 14'ə bölsək nə düşəcək? Tamamını buradan edirəm. X vurulsun 14/x bərabərdir. Bax, x ilə x bir-birinin yerində 14 qaldı. 14 vurmadı, diğer tərəfə bölmə kimi keçir. 672'ni 14'ə bölərəm. 48. Hadi səhə inandım. X-ə nə versək olar? Çox vaxtı bunlar davam edir çünki. 6? 1. 6 da verə bilərsən, 8 də verə bilərsən, ya da vurup 7 verə bilərsən. Bizdən nə istəyib bəs? 51'də Düzbucaqlının sahəsi. Düzbucaqlının sahəsi. Bura 6 olsa, bura 8 olacaq. 6 dəfə 8'in 48. Yəni düzbucaqlı boyu da ABC-dir. Buradan yola çıxmışdır. Bura 6 desən, diğeri 8 olur. En boyu uzun 6 vur 8, 48 yapar. 48 belə çıxır.